ahənginin amuzişi. Bu ahəngimiz, kökümüz re olacaq. Yəni orta simlər qabaq simlərindən bir səsdə. Pərdəmiz, mi pərdəmiz çəkiləcək bizərinə mi bemol. Mi bemol pərdəmiz miyə yaxın olacaq biraz. Çəkəcək aşağı miyə yaxın olsun. İstilahən buna mikron deyirik. Bu ahəngdə tatamra mizrabı işlənəcək. Tatamra mizrabın bir seridə deyirəm, re üstündə rast çəp-çəpdir. Tatamra mizrabı deyirəm. Tatamra bu halətdə olur ki, o səsi çıxardır mizrablar. Tatamra. Rast çəpi səri vururuq. Adca məşqdən sonra ikinci çəpi vururuq. Bu halət. Tatamra. Bu halət işlənəcək. Əvvəl mizanımıza geçək. Üçüncü barmaq la pərdəsində, birinci barmaq soldadır. Lada rast çəp vuracaq, bir dənə rast çəp mizrab, müntə rastın mizrabın zamanı çoxdur. Adca rastıda dayanacaq, sonra çəpi vuraq. Bu halət. İkincisi yenə rast çəp, la, sol. Bunun da rastında bir dənə işarə cülü barmağına vuracaq, si bemola. Rastı vurandan sonra. Sonra götürüb çəpdə, solda çəp mizraf vururuq. Bəs lada işarə, sol çəp. Baham çalsa olar la 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 sol.